fiqh ilahi sərhədləri və hədləri aydınladan bir elmdir. Çox qəşəng mövzudur. Vaxtımıza qalıb, mən danışacağım. Əgər istəsəz link atarıq da, yəni baxın, hələ ki qalıb. Fiqh ilahi sərhədləri bəlli edən və ilahi hədləri aydınlaşdıran, bildirən bir elmdir. Necə? Məsələn, baxın, halal haramı bilməklə qırmızı xətti fiqhlə bilmirsən sən. Qırmızı xətt nədir? Bu haramdır. Sən fiqhi bilməklə Allahın o həddini bilirsən ki, bu keçmək olmaz, qırmızı işıqdır. Halal haram bilməklə qırmızı xətti fiqh elmlə bilirsən sən. Fiqh elmlə bilirsən. Oruc Bəqərə 187-ci ayə. Təlaq, boşanma məsələsi. Təlaqın 1-ci ayəsi. İrs mövzusu. Nisa 13-14. Cihad ayəsi. Tövbə 97. Baxın bu ayələrə. Oruc dedim, təlaq dedim, irs dedim, cihad dedim. Bax bu ayələrdə iki maraqlı ifadə var. Birinci, tilkə hududullah. Bunlar Allahın hədləridir. İlahi sərhədlərdir bunlar. Yəni, təlaqda da müəyyən bir sərhədlər var. Boşanarsa normal bir şeydir. Amma keçmə həddidir. Cihadda həmçinin, irisdə həmçinin, orucda həmçinin. Sən fiqhi bilməliylə, fiqhə əməl eləyəndə orada həddi biləcəksən. İkinci, təhdid. İlahi, fiqhi məsələlərdə bir, hədd var. İki, təhdid var. Yəni, qorxudur. Həddi keçsən nə olacaq? Yəni, sən bu boşanma məsələsində iris sənə 10 manatdır, 20 manat götürürsən. Sən bu fiqhi məsələdə keçin həddi nə olacaq? Bir, təlaq 1-ci ayədə insan özünə zülm edir, ayəmiz vurur və Nisa 14-cü ayədə geçsən cəhənnəmə. Fiqhi bilirsən, amma fiqhdən eləmə su-istifadə. Bilirsən, bəli, hökm budur, sənin belə boşanmalısan, belə cihad etməlisən, belə iris almalısan. Hökm bilirsən, amma su-istifadə eləsən, özə zülm və yerin cəhənnəmdir. Yəni, deməli, fiqh bizə nəyi bildirir? Həddimizi bildirir ki, sənin nə qədər həddin var. Nə eləyə bilərsən, nə elə bilmərsən. Allah hər şey üçün hədd qoyub. Hər bir hədd üçündə dəlil qoyub. Bu həddi sənə qoyuram. Bu olmaz. Niyəsin də deyib. Həddən keçən hər bir şəxs üçündə cəza təyinləyib. Bəqərə 35. Və lə təqrabə hədihi şəcərə. Ey Adəm, ey Həvva, yeyin, için cənnətdə. Amma buna yaxın durma. Azadsan, sərbəstsən. Amma qırmızı xəttin var Adəm. Bunu eləməli deyilsən. Bax, fiqh belədir. İnsana əhkam öyrədir, sənə elm verir. Deyirsən, bax, bu sənin payındır da. Düzdür? Amma həddi keçmə. Sən xəstə olsan, tutmuyoruz. Amma xəstə olsan, yalandan xəstəni oyuncaq edib, keçmə qırmızı xəttidir. Fiqh elminin dərəcəsi. Bu da deyim, sizə çıxış verəcək, mən danışacağım. Bu elmin nə kimi dərəcəsi var? Bəzi elmlərə müqəddimədir. Yəni, girişdir. 3 cəhətdən. Mövzusunun öncə olması səbəbilə. 2. Məqsəd və faydanın öncə olması səbəbilə. 3. Son elmlərin kökünə fiqhin şamil olması səbəbilə bu 3 cəhətə görə fiqh elminin dərəcəsi var o biri elmlərdən.